Əks salam uşaqlar, məndən indi atəşfəşanlıq falan gözləyirsiniz, buradan fişəng partladacam, mən nə edəcəm, zərt 100 min abunəyə özəl həqiqətən beynimdə gözəl bir fikir var idi. Təbii ki, edə bilməyəcəm, çünki bütün fikrim, bütün planım alt-üst oldu. Günahkar kimdir? Təbii ki, mənəm. 100 min abunəyə özəl nə edəcəkdim açığı uşaqlar. Mən YouTube kanalı açanda məqsədim o idi ki, mən biraz tənbəl insanam və istədiyim bir qız var idi. Artıq fikrim net idi. Yəni düşünürdüm bu mənim bu mənim qadınım, qısa konkret net fikrim bu idi. Və düşündüm ki, belə bir addım atım, YouTube'a başlayım. Yəni əvvəl başlamışdım, sadəcə həvəsim yox idi. Davam etməmişdim. Düşündüm ki, indi YouTube'a başlayaram. Gələcəkdə də necə deyim sizə, cütlük videoları olur ya, onun kimi bir videolar çəkərik bizə, gəzərik, nəsələrsə eləyərik. Yəni siz necə, bəzən mən çox tənbəl insanam, bəzən yox, həqiqətən tənbəl insanam. Düşündüm ki, bunu etmək, məndə o tənbəllik hissini də aradan götürər. Həm də sevdiyim qadını sıxmaram da, başa düşdünüz, gəzərik, əylənərik bir yerdə. Yəni beləncə bu yola belə başladım. 100 min abunəni də ona görə belə qeyd etmək fikrim var idi ki, o məni çəkəcəkdi, yəni kameranı, mən onu bəhanə ilə gətirəcəkdim ki, bu çolkan bir də düşsə kəsəcəm bunu ki, bezdim Allahım olsun. Yenə düşür. Düşsə deyirəm, durmur, bu oğroş. Hə, fikrim var idi ki, uşaqlar o məni çəkəcək kamera ilə. Mən onu bəhanə ilə təbii ki, onu çəkdirəcəm kamera ilə və ona evlənmə təklif edəcəkdim. O da qaldı içimdə, edə bilmədim. Nəsə, sonrakı peşmançılıq fayda gətirməz. Səhv kimdə idi? Səhv məndə idi. Kişilik adı altında onu çox əzdim. Kişiliyimiz, yenə deyirəm, dərs olsun sizə uşaqlar. Mən etdiyim səhvləri ibrət götürün sizə, məsləhət olaraq götürün. Əminəm ki, çoxunuzdan böyüyəm yaşda. Çünki izləyicilərim oğlanların çoxu uşaqdır. Yəni belə uşaqlar, sizin kişilik adı altında qızı əzməməlisiniz. Misal üçün, içimən qarşı qızı təhqir edən hər kəs qələt edir. Yəni heç kimin haqqı yoxdur. Bəzən insan özündən çıxsa belə get divarı yumruqla. Yəni səhvlərim var, səhvlərimi bilirəm, çox danışa bilmirəm. Təbii ki, tək səhv də məndə deyil, amma böyüyü məndədir. Yəni belə mən siz nə düşünürdüm? Mən səhvlərimi öyrəndim, məsəl üçün onunla barışmaq istədim ki, bu 100 min abunə olacam. Qardaş, mən planım var. Mən çünki hələ yeni-yeni danq eləməyə başlayıram. Mənim səhvlərim, peşmançılıq hissi, vicdan əzabı, düşünəndə ki, qarşısında sən ən iyrənc bir şey bilirsiniz nədir uşaqlar? Danışa da bilmirəm. Ən iyrənc şey bilirsiniz nədir uşaqlar? Biri sizi sevir, siz onu incidirsiniz. Bunun olsa fərqində olaraq incidirsiniz, siz əclafsınız, o heç mən fərqində olmamışam. Onun fərqində olandan sonra da çox pis olmuşam, çox vicdan əzabı çəkmişəm, çox düzəltməyə çalışmışam, alınmayıb, düzəldə bilməmişəm. Yəni sonradan peşman olmaq bir işə yaramır uşaqlar. Mən siz nə düşünürdüm? Peşman olandan ağlım başıma gələndən sonra nə düşünürdüm? Gedəcəm peşman olduğumu deyəcəm. O filmlərdə olur yox, alınmaz falan deyirlər. Oğlan o tərəfə gedir, qız bu tərəfə gedir. Sonra ikisi arxasını dönür, sarılır. Mən bilmirəm, mən eşq biraz anlayışım fərqlidir. Kaş elə olardı, bizdə elə olmadı prosta. Mən elə bil ki, bir il içində nə qədər qızı üzmüşəmsə, qız sonunda bir dənə elə bir zərbə vurdu ki, raşot olduq da, bərabər olduq və həqiqətən dönülməz bir yola çıxdıq. Çox danışa bilmirəm, çünki o qız gələcəkdə ailə həyatı quracaq, onun yoldaşı istəyə bilər, özü istəyə bilər. Təbii ki, anlayacaq ikisi də məni tanıdığı üçün. Belə uşaqlar, bəzən qismət deməyi sevmirəm, amma bəzən hər şey qismətdir. Yəni çox üstə dirəşməyə ehtiyac yoxdur. İndi sözlə deyə bilmərəm üzülməyin, üzüləcəksiniz onsuz da. Belə bir şey rastlaşsa, qarşınıza çıxsa üzüləcəksiniz. O deyilir ki, kişilər üzülməz, kişilər ağlamaz, kişilər belə olmaz. Axırda kəsib tullayacam bu sözə görə ki, bezmişəm, kişi onu eləməz, kişi bunu. Üzülər də, ağlayar da, pis də olar, fikir də çəkər, normal şeydir bu. İnsanlıq biz. Bu qayda qanun belə bir şey yoxdur, qardaş. Məsələn, elə ona görə pis olur. Kişi gedir qıraqda üzülür. Bu dərdini danışa bilmir heç kimi, amma qadın nə edir? 10 nəfər qadın yığılır, qəbilə rəqs eləyənlər kimi, o yamyamlar kimi qeybət eləyir, dərdi azalır. Kişilər də bilmir yaxı biz bunu. Nəsə uşaqlar mənim sözlərimdən dərs çıxarın. Yəni bir də ki, gəzəkdə birini istəyəndə onun istəklərini öyrənin, ona görə ona sevginizi göstərin. Başa düşdünüz? Mən məsəl üçün düşünürdüm ki, bir qadına hədiyyə almaq onu xoşbəxt edir. Çünki heç bir qadına hədiyyə almamışam. Ümumiyyətlə mən bir qadın üçün heç vaxt çaba göstərməmişəm. Budur məni arxayınlaşdıran. Həmişə elə olub ki, mən oturduğum yerdə qız gəlib məni istəyib, qız gəlib məni şey eləyib. Elə bilmişəm ki, başa düşdünüz, belə də olmalıdır. Mən tərpənməməliyəm. Mən dalımı tərpətməyəcəm. Hər şey qaydasında gedəcək, amma sevdiyinizə qarşı belə olmamalısınız. Əslində bir tərəfdən fikirləşirəm, yaxşı ki oldu, olmasaydı mən dərs çıxarmazdım. Mən adi, yəni bunun üzərində çox çalışdım. Bildiyiniz psixoloq, psixiatr yanında getdim. Yəni düşündüm ki, narsist ola bilərəm həqiqətən. Narsist insanlar çox iyrənc insanlardır uşaqlar. Amma məndə narsist şükür elə bir şey yoxdur. Sadəcə narsist spektrlər deyir. O da gələcəkdə, keçmişdə yaşadığım biraz depressiv anlar, biraz pis anlarım var. Təbii ki, bunları mən bilirəm, sizə danışmayacağam. Onlar biraz məndə bir-iki qoruma mexanizmi kimi narsistliyi üzə çıxarır, amma narsist deyil. Sadəcə bir-iki şeylər var ki,
meylliyəm də, başa düşdünüz, amma o meylimi qıra bilərəm və buna görə də çox sevirəm. Çünki narsist olsaydım həqiqətən peşman da olmazdım. Nə bilim, özüm üzərində işləyirəm, dediyim kimi bəsit kitabdır, indi 2 dənəsi də orada da almışam. Bunu da bitirirəm, oxuyuram. Yəni bəzən sizə məsləhətim, münasibət yaşayanda uşaqlar araşdırın, öyrənin, gedib qıza 40 manat, 50 manat misal üçün, bax, misal çəkirəm rəqəmləri. Bu qiymət dəyərə hədiyyə alacağınızı gedin birinci kitab alın, öyrənin. Ya da internetdən araşdırma edin, kitaba da ehtiyac yoxdur. Araşdırma edin, öyrənin ki, bunu necə xoşbəxt eləyə bilərəm. Yəni buna uyğun. Yoxsa gedib mişqa alacağam qıza, qızın ürəyə gedəcək. Xoşuna gələcək, söz yox. Prosta başqa yolları da öyrənin. Nəsə çox şey danışa bilərəm, danışmayacağam dediyim kimi. Belə qismət belə imiş, eybi yox. Bir müddət üzülərik, bir müddət yaxşı olarıq. Problem deyil, əsas odur. Dimdik ayaqda. Yəni kişi demirəm, üzülməz, ağlamaz. Üzülün, ağlayın, problem yoxdur, amma güclü olun. Çünki siz güclü olmasanız, yəni batdınız. Bir qız zəif ola bilər. Çünki qızdır o. Gələcəkdə bir oğlan onu istəyəcək və bunu unutmayın. Qıza siz saymamazlıq etsəz, qızı siz üstsəz, sevgi göstərməsəz, əmin olun siz canavarsınız, özünüz canavar görün, şiri görün, ha. Mən en azından elə görürəm. Qıraqda gözləyən o qədər tülkü, elə bir ki, qadın misal çəkirəm, sizin yeminizdir də, misal üçün biz oğlanlar ovçuyuq axı. Qadını düşünün bir dovşan. O sizin yeminizdir. Siz onu yeməsəz, qoysaz orada qalsın, nə bilim nə. 100% qıraqdan bir tülkü gəlib onu götürüb gedəcək. Başa düşdünüz? Yəni buna görə qədrini zamanında bilin ki, qadın da bir dovşan yemək olar. Nə iyrənc misal çəkdim. Amma anladınız da siz nə demək istəyirəm. Nəysə çox uzatmayacağam uşaqlar. Yəni mənə üzüldü sayın 100 mini belə qeyd eləyəmədik, amma 150 mini söz verirəm, qəşəng qeyd eləyərik. İndi də keçək sizə demişdim ki, sual-cavab videosu eləyəcəm uşaqlar. Mənə 1000 dənə sual yazmısınız belə. 1000 dənə yazmısınız. Çox dəxilsiz suallar yazmısınız. Səndən də qəşənglərini seçsəm. Demişdim ki, 10 dənəsini falan cavablayacağam. Fərqi yoxdur, cavablaya bilsəm çoxunu cavablayaram. Prosta istəmirəm videomuz uzun olsun uşaqlar. Deməli uşaqlar, indi gələk suallara. Suallara keçməzdən əvvəl deyirəm, yorumlarda şey yazmayın. O səni itirdi, nə bilim nə, səni itirən belə-belə olsun, səninlə ayrılan belə-belə olsun. Zaten artıq əski işini yazmış ola, həmin insanı birbaşa təhqir edib əngəlləyəcəm yəni. Siz əgər mənə dəyər verib mənim videomu izləyirsinizsə, mənə hörmət qoyursa, təbii ki, mənim keçmişim, yəni nəzərə alın ki, mənim o qadından yaşanmışlıqlarım var, xatirələrim var. Bunlara hörmət qoyuram, həmişə də qoymalıyam. Dediyim kimi, birinə əgər istəyirsinizsə ayrılanda da, yəni bunu nəzərə alın ki, mən bu insanı istəmişəm zamanında. Yəni onu üzmək xoş olmamalıdır sizə. Çox gözəl bir sual var. Həyatında verdiyin ən cəsarətli qərar nə olub? Bu qərar həyatını necə dəyişdi? Çox zor sual, inansız. Video keçməzdən əvvəl fikirləşdim bu sualı. Dedim, ala video içində bunu fikirləşsəm 10 dəqiqə gərək fikirləşim. Belə cəsarətli qərar olmayıb. Amma belə deyə bilərəm, uşaqlar, bir şey istəyirəmsə, yəni bunu edərəm. Bu cəsarətli olsun, bu çətin olsun, mümkünsüz olsun, bilmirəm. Yəni məni heç bir məntiq, yəni insanlar var məntiqlə ölçür, bitir, zırt, amma mən yəni istəyirəmsə, orada onu görürəmsə, onu söküb alaram. Yəni dirəşərəm bunun üçün. Deməli, əsl adın nədir? Neçə yaşın var? Bu arada mən sənə 9K abunədən bəri baxıram. Bu şübhəli biraz. İnanmadım, amma elədirsə halaldır sənə. Əsl adım Rəhmandır. Neçə yaşım var? 24 yaşım var. Niyə YouTube'a başladın? Niyə YouTube'a başladım? Onu da videoda açıqlamışdım uşaqlar. Dediyim kimi, əslində çoxdan başlamışdım. Depressiyadaydım, sıxılırdım falan. Lap əvvəllər deyirəm, 4 il, bəlkə də 5 il olacaq başlamışdım. Onda başımı buraxdım. Özümü toparlayan sonra başımı buraxmışdım. İndi də başlamamın səbəbi dediyim kimi, düşündüm biri ilə həyat quracağam, şey eləyəcəm, onunla gəzəcəm, əylənəcəm, bunları da video çəkəcəm. Belə bunu açıqlamışdım onsuz da. Başladıqdan sonra uğurlu olmaq kimi bir hədəfim var idi. Tam əmin idim, yoxsa mırtı açmışdım. Tam əmin idim deyə bilərəm uşaqlar. Bu egoist olaraq deməyim, çünki biz necə ölçüb, bitib, yəni girişmişdim. Bilirdim ki, və hətta daha tez 100 min olacağımı düşünürdüm. Hələ biraz gec oldu. Peki baxdığın ən yaxşı film və ya dizi hansıdır? Uşaqlar, mən dizi sevmirəm, amma Marvel'ın dizilərini izləyirəm. Marvel görürsünüz də, Marvel personajları, qəhrəmanlardır. Yəni bunların dizilərini izləyirəm. Amma belə film olaraq önərsə Interstellar var. Adını yazacağam onda, baxarsınız, ən sevdiyim filmdir. Mən bilim kurgu və qorxu filmi sevirəm. Deməli, abi, deməli sənə sualım budur ki, əgər sənə desələr ki, 1 milyon dollar verəcəklər, amma takipçilərindən biri öləcək, razısan, hamısı özü. 1 milyon verirsin. Zarafat edirəm təbii ki, inşallah. Biri ölsə bəsdir. Neçə dənə sevgilin olub, ala bu da sağ sual, qal indi fikirləşə. Neçə dənə sevgilim olub. Uşaqlar, sevgilim çox olub, sevdiyim 2 olub. Sevgilim dəhşət çox olub. Amma sevdiyim 2 nəfər olub. Ən sevdiyim bayram hansıdır? Sevilirsən, çox sağ ol dostum. Mən də hamınızı sevirəm. Ən sevdiyim bayram heç biri umurumda deyil, açıq danışaq. Maraqlı deyil heç biri. Əsas hədəfin nədir? Karyera. Bilmirəm, mən çox açıq danışım. Planlı insanam, amma məsələn deyim, planlarım dəyişə bilər mənim, hər an dəyişə bilər. Yəni ona görə belə uzun
10 ilin, 15 ilin planını qurmuram mən. Belə daha yaxın 1 ilin planını, 2 ilin planını, bax belə 2 ildən 2 il də heç olmaz, 1 ilin. Yəni 2026-da nə edəcəm bax bu. Yəni 2027, 28 yoxdur məndə. Yasıb Rekoş bürcün nədir? O Rekoş zadı aramızda səmimiyyət var. Rekoş bürcün nədir? Bürcün Buğa bürcüdür uşaqlar və bürcümü çox sevirəm həqiqətən. Çox uşaqlar, demək olar suallarınızı cavabladım. Siz də indi məni anlayışla qarşılayın. Əvvəla onu deyim, sizə təşəkkür edirəm. Yəni 100 min abunə olmuşamsa bu sizin sayənizdə. Yəni mən sizə minnətdaram, mən sizə təşəkkür edirəm. Sadəcə bir müddət məni anlayışla qarşılayın ki, mən bilirsiniz biraz özümə gəlmə ərəfəsindəyəm, başa düşdünüz? Özümə daha çox vaxt ayırıram. Əvvəl heç bunu etmirdim. İndi məsələn kitab oxuyuram, biraz gəzirəm, edirəm. Yəni belə yenə deyirəm, özümə vaxt ayırıram, biraz hər şeyi düşünməyə başlayıram. Yəni belə bir müddət shorts falan gələr. Niyə gələr? Çünki mən bir gündə şolar 100 dənə falan shorts çəkirəm. Siz deyirsiniz, eyni paltardadır falan. Mən bunu geyindim, 100 dənə shortsu çəkirəm, başa düşdünüz? O qalır, mən onu zamanla paylaşıram. Yəni ona görə shorts görəndə elə deməyin ki, elə həm bu gün shorts çəkdi, uzun video amma çəkmir. Elə deməyin, elə o düşüncədə də olmayın. Uzun videolar da gələcək. Belə deyim də bir 3-4 gün, 5 gün biraz özümü toparlayım, eləyim. Ondan sonra indidən də videonu bilmirəm nə zaman paylaşdım. Yeni il günü paylaşıramsa gəl, yeni ilinizi təbrik edirəm. Tez də paylaşsam yenə təbrik edirəm, gec də paylaşsam təbrik edirəm. Ümid edirəm hamınıza, içimdən qarşı hamınıza 2026 uğurlu olar, gözəl günlər keçirək inşallah. Öpdüm sizi uşaqlar, özünüzdən müğayət olun.